Her şey hazırdır, başlayabiliriz. Salam əziz dostlar, necəsiniz? Ümidvaram ki, əlasınız. Xatırlıyorsunuz, bizim birinci dərsimizi uzun dərə rəqsi birinci hissə paylaşmışdım. Hal-hazırda burada görə bilərsiniz videonu. Bu bizim birinci hissəmiz idi. İndi isə ikinci hissənin vaxtı gəlib çatdı. Ümid edirəm ki, siz bu videoya baxıb öyrənibsiniz. İndi isə ikinci hissəyə keçid alacaqsınız. Və məncə çox uzatmadan keçək ikinci hissəyə. Və bizim birinci dərsdən sonuncu hərəkətimiz süzmələrdən sonra biz bir dairə yerimizə fırlanırıq, dayanırıq və burada bizim birinci hissəmiz bitmişdir. İndi isə keçid alırıq, ikinci hissə bu yerdən. Və biz sağ ayağımızı sağ ayağını birgə aparırıq və gedirik qabağa. 1, 2, 3, 1, 2, 3, fırlandı və arkaya geri doğru əllər açılır. Və bir deyək, sağ ayağını 1, 2, 3, sol, 1, 2, 3, fırlandı, arkaya getdik. Stop. Və burada yerimizdə, yəni ayaqlar 1, 2, 3, 4. Əllər bir yerdə, əllər bir yerdə. 1, 2, 3, 4. Və yuxarı 1, 2, 3, 4. İndi bir yerdə eləyək. Yəni müqayilədə və başladı sağ ayağına. 1, 2, 3, 1, 2, 3 və 4. 1, 2, 3 və 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Stop. Birinci hissə elədik. Keçirik davamına. Biz yerimizə dayanmamın kimi süzmələr başlayır. Birinci ayağdan başlayaq. Ayaqlar 1, 2, 3, 4. Sol ayaq 1, 2, 3, 4. Əllər bir yerdə. Əllər eləyəcək bunu. 1, 2, yuxarı, qovuşda əllər və geri qaydanda əllər. 1, bu qaydada düşürəcək. İndi bir yerdə və elədik. 1, 2, 3, 4. 1, 2, 3, 4. İndi bir yerdə eləyək. 1, 2, 3, 4. 1, 2, 3, 1, 2, 3 və 4. 1, 2, 3 və 4. 1, 2, 3, 4. 1, 2, 3 və 4. Və sağ ayağından 2, 3, 4. Sol ayaq 1, 2, 3, 4. Və biz hərəkəti bitirdik bu qaydada. Və bundan sonra əl, sol ayaq keçirib önə, sağ ayaq arkaya, bel tərəfə və fırlanır sola. 1, 2, 3 baxdır əlimizə, 4, üzümüzü çöndərdik və eyni qaydada sol ayaq keçdi arkaya, sağ ayaq önə, fırlanır sağa. 1, 2, 3 baxdıq, 4, üzümüzü çöndərdik. Əziz dostlar, indi isə gəlin bunu bir yerdə edək. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3 və 4. 1, 2, 3 və 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Stop. Süzmələr. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, sol tərəfə,
3, 4. Sağ tarafa. 1, 2, 3, 4. Aziz dostlar, ümidvarım sizler de alın. Ve son hissemiz kaldı ve bunu da bir yerde öğrenerek ve sonra bütün hisseleri birleştirip musikiyle bir yerde ifa edelim. Başlayalım. Son hareketimiz burada bitti. Ve burada sol ayağımız sol tarafa doğru şeklinde dönür ve el sol elimiz yukarı kaldıracak, sağ biraz düşecek. Bu kadar. 1, 2, 3, 4 ve sağ tarafa. 1, 2, 3, 4 ve kabağa geldi. 1, 2, 3, 4 biraz arkaya ve burada 1, 2, 3, 4. Bu etapta devam edelim. İndi ise gelin bütün hareketleri birleştirelim ve ondan sonra musikiyle ifa edelim. Başlayalım. Ve yazılı bu kaydada ve sağ ayağına başlıyoruz. 1, 2, fırlandık, 3, 4. Arkaya gidelim ve siz dostlarımla biraz test edeceğim ki vaktimizi uzatmayalım. Ve yerimizden 1, 2, 3, 4, 1, 2, 3, 4, stop. Süzmeler 1, 2, 3, 4, 1, 2, 3, 4. Sağa, daha sola, 3, 4. İndi sağa, 3, 4 ve 1, 2, 3, 4 ve pam pam pam, pam pam, pam pam. Stop, tabağa geldik. Biraz arkaya ve 1, 2, 3, stop. Şimdi sevgili dostlar, musiki yine gel. Ve 1. Yerimizden 1, 2, 3, 4, 1, 2, 3, 4 ve son. Sağ. Aziz dostlar, ikinci hissenin sonu geldi çattı. Ümid edirəm ki, bu rəqsi siz beğendiniz aziz dostlar. Əgər elədisə, ağlıma geçen bir ideya gəlir. Siz öz videolarınızı çəkirsiniz. Təbii ki, öğrenip rəqsi çəkirsiniz və mənə göndərirsiniz. Və mən videolara baxıb, beğendiğim videoları YouTube kanalımda paylaşacağım. İndi sol yaranı necə göndərək? Bunu çox rahat yolu var. Instagramda direct şöbəsinə mənə yazırsınız və oradan göndərə bilərsiniz. Və əgər əziz dostlar videomu bəyəndinizsə, çox xahiş edirəm like atmağı unutmayın, yorum yazın və təbii ki abunə olun. İnşallah gələn dəfə sizinlə görüşəcəyik və üçüncü hissə elə belə hissə olmayacaq. Sağ olun, salamat qalın.